təklif edirlər ki, burada siz 3000-4000 evro maaş alacaqsınız. Bəli. Elə bir şey yoxdur. Slovakiya ilə bağlı da vətəndaşlıq necə əldə etmək olar? Yəni necə evləndirsən avtomatik dövlət sənə vətəndaşlıq vermir. Bir ay ərzində sənin artıq yəni iş icazən çıxır, sən işləyə bilərsən. Burada Slovakiyada yəni icarə haqqları, ondan sonra yataqxanaların qiyməti çox yuxarıdır. Tamam, əziz izləyicilər, Let's Go Seymur kanalının BDX-də izləyiciləri. Bu gün Bratislavada Slovakiya haqqında video çəkiliş edəcəyik. Mən də adətən çəkiliş səyahət üzərinə, yəni vlog çəkilişlərdir. Ancaq düşündüm ki, Slovakiya ilə bağlı bir video çəkiliş edək. Və bu video çəkiliş bizim Azərbaycandan bura gəlmək istəyən şəxslər üçün informasiya olsun, məlumat olsun ki, müəyyən belə deyək də o səfəri etməsinlər və belə deyək də ən çox aldanmasınlar. Və bununla da bağlı Slovakiyada, Bratislavada yaşayan Raminə müraciət etdim. Təşəkkür edirəm ki, dəvətimi qəbul etdin, Ramin. Çox sağ olun Seymur bəy. Sizi və izləyiciləri salamlayıram. Sizə təşəkkür edirəm ki, belə bir təşəbbüs yaratdınız. Ümid edirəm ki, burada Slovakiyada olan Azərbaycanlılar və gələn Azərbaycanlılar axtardığı sualların mütləq cavabını tapacaqdır. Özüm haqqında qısa məlumat da verim. Mən artıq 2 ildən artıqdır ki, Slovakiyada yaşayıram, ailəmlə bir yerdə. Burada işləyirik, burada çalışırıq, yəni burada öz həyatımızı davam etdiririk və heç də yəni burada gəlməyimə peşman deyiləm. Yəni tam mənə uyğun bir ölkədir. Yəni, bu qədər. Yəni suallarınız varsa başlaya bilərik. Təbii ki, Ramin, suallarımız olacaq sənə. Sualları seçmə necə oldu, Ramin? Biz çəkiliş öncəsində Raminlə söhbət etdik. Belə deyək, internet məkanında və belə deyək də müəyyən tanışlardan ən çox verilən sualları seçmişik. Təbii, əgər suallarınız yenidən olarsa, videonu bəyənsəz, belə deyək, şərh bölməsindən, kommentariya bölgəsindən yəni yazarsınız. Biz növbəti videolarda onu cavablandırarıq. Sualım Ramin, Slovakiyaya gəlmək üçün hansı yollar var? Slovakiyaya gəlmək üçün ilk öncə viza alınmalıdır. Həmin yollardan da biri indi izah edim. Tələbə vizasıdır, işçi oturum vizasıdır, biznes oturum vizasıdır, ailə birləşməsi və turistik bunlardır. Yəni, bu yollardan gələ bilərlər. Tamam. Onda elə demişkən, sonra bunları deyim, əcnəbi olaraq oturum, rezidens, yəni permit necə almaq olar? Aha, oturumu almaq üçün sizin gəldiyiniz viza ilə, misal üçün, sizdə tələbə vizasıdırsa və siz hansısa bir universitetə qəbul almışsınızsa, siz həmin o tələbə vizası ilə universitetdən aldığınız sənədi təqdim edirsiniz miqrasiya polisinə. Təbii ki, əlavə sənədlər də olur və siz tələbə oturumu alırsınız. Bu tələbə üçün aid olandır və digərlər üçün də yəni, ona oxşar bir formada ala bilərsiniz. Üçüncü sualımız, belə deyək də, həmin şəxs viza aldı, gəldi artıq bura. Deyək ki, işçi vizasından gəldi. Oturum almaq vaxtı minimum və maksimum nə qədər müddət çəkir? Minimum burada qanunda yazılmayıb, amma maksimum var 90 gün. Yəni 90 gün ərzində əgər oturumdan bir xəbər çıxmasa, artıq sən miqrasiya polisinə gedib soruşa bilərsən ki, nə ilə əlaqədar, yəni mənim oturumum gecikir. Belə praktik olaraq deyə bilərəm ki, yəni tanışlardan, dostlardan minimum 5 günə alan var. 5 günə alan var. Məsələn, bu gün müraciət edib 5 iş günü ərzində o oturumunu alıb. Amma maksimum qanunda var ki, Daxili İşlər Nazirliyinin saytında var ki, 90 gündür. Yəni 90 gündən sonra artıq siz miqrasiya polisinə yaxınlaşıb soruşa bilərsiniz ki, nəyə görə mənim oturumum gecikir. Ramin, belə deyək, başqa bir sual verim sənə. Belə deyək ki, Azərbaycanlıların ümumiyyətlə Slovakiya ilə bağlı yox, başqa ölkələrlə bağlı da ən birinci suallarından biri odur ki, həmin ölkənin vətəndaşlığı necə əldə etmək olar? Eyni ilə Slovakiya ilə bağlı da vətəndaşlıq necə əldə etmək olar, yəni necə vətəndaşlıq almaq olar? Slovakiya vətəndaşlığı almaq üçün ilk öncə daimi oturum almaq lazımdır. Yəni daimi oturum olmasa,
yəni Slovak vətəndaşlığına başvurmaq olmur. Hansı müddətə verilir o daimi oturum müddəti? Daimi oturum, əgər siz işçi oturumu ilə burada qalırsınızsa, işçi oturumu 5 il keçməlidir. Yəni 5 il aktiv vəziyyətdə yaşamalısan, vergi verməlisən. bəli, aktiv vəziyyətdə olmalıdır və ondan sonra sən artıq daimi oturuma müraciət edə bilərsən. Və daimi oturum alandan sonra artıq vətəndaşlığını bəli düşünmək olar ki, mən ala bilərəm. Məsələn, evlilik bilirəm. Bəli, evlilik misal üçün sən Slovak vətəndaşlığı ilə ailə həyatı qurursansa, sənin sadəcə daimi oturumun müddəti qısalır. Misal sən daimi oturumu daha tez alırsan. Məsələn, daha artıq 5 il gözləməyə ehtiyac yoxdur. Sən artıq 3 ayamı, 6 ayamı müəyyən sənədlər əsasında. O da yenə müraciət etmək Bəli, daimi lazımdır. oturum alırsan. Yəni sən artıq elə bil ki, 5 il qabağa düşürsən. Yəni Bəli. belə deyək də Ramin. Yəni evləndisən avtomatik dövlət sənə vətəndaşlıq vermir. Onun üçün də yenə müraciət etmək lazımdır. Əlavə yollar da var vətəndaşlıq almaq, onu mən yəni Instagram səhifəmə yaza bilərsiniz, onları izah edəcəm. Bu arada Ramin Instagram səhifəsini mən burada qeyd edəcəm. Aşağıda görürsüz. Zəhmət olmasa Ramini takip edin. Biz Raminlə düşündük bu tip videoları çalışacaq, yenə çəkişlər edək. Ramini belə deyək də az Azərbaycanlılardandır, yəni çox aktiv bu sosial işlərdə yəni iştirak edir. Özünün müəyyən belə deyək də bu müəyyən sənət işlərində Azərbaycanlılara köməyi çox dəyib və köməklik edir. Bir növ bu şeylərdə yəni Ramin artıq praktikası yəni böyükdür. Bəli. Növbəti sual. Keçək növbəti suala. İş tapmaq çətindir. İş tapmaq... Bu sualı iki hissəyə bölək, zəhmət olmasa. Biri Azərbaycandan gələn üçün, biri burada artıq gəlibdir, burada... Aha. Hal-hazırda deyərdim ki, Slovakiyada iş tapmaq çətin deyil. Misal üçün, agentura var. Sən Azərbaycanlı agentura müraciət edirsənsə, 2 ay ərzində artıq sən Slovakiyaya gələ bilirsən. Yox, əgər sənin oturumu varsa və sən burada iş axtarırsansa, 1 ay ərzində sənin artıq iş icazən çıxır, sən işləyə bilərsən. Bu qədər. Və iş icazəsində bilində Urat Praçı burada. Bəli, Urat Praçı Slovak dilindədir, Azərbaycan ilə məşğulluqdur. Oradan suhla salmalıdır. Suhlası yəni razılıq. Həmin razılıq da 15 iş günü müddətində çıxır. Bəli, onun cavabı çıxandan sonra artıq işə başlaya bilər. Bunu sənin üçün işçi üçün ya zavod, fabrikalı və yaxud da o vasitəçi agentura olur? Fərqi yoxdur. Nə iş olursa olsun, agentura ola bilər, fabrika ola bilər. Yeni bir qanuna görə mütləq şəkildə suhlasın, yəni razılıq almalıdır məşğulluqdan. Onu sənin üçün mütləq şəkildə zamestnavatel eləyir, yəni işə götürən almalıdır. Yəni bunu sən özün etmirsən, o sənin üçün işçi götürən eləyir. Bəli, işə götürən eləyir, bəli. Onun kadrlar şöbəsi var, kadrlar şöbəsi onlara sorğu yollayır ki, belə bir insan var, bizdə çalışmaq istəyir və 15 iş gün ərzində minimum olaraq, 15 iş gün ərzində onlara cavab gəlir. Ramin, belə deyək də, suallardan ən çox biri, gəlmək istəyirəm, etibarlı şirkət tapa bilmirəm. Yəni, buradakı Azərbaycandan bura gəlmək istəyən şəxslər var. Gəlirəm, məni aldatdım, pul verir, aldandım. Bununla da bağlı kiçik bir, belə deyək də, bir məsləhət verərsən ki, Azərbaycanı aldanmasınlar. Çünki bu işdə də aldatmalar çox olur. Aldatmaq, yəni hər yerdə ola bilər. Yəni bu təkcə iş sahəsində deyil, hər bir sahədə ola bilər aldatmaq. Amma aldanmamaq üçün elə ilk növbədə elə bu videolara baxsaz alınmarsınız. Çünki burada informativ məlumatlar çox olur. Tam bir, yəni legal formada nə varsa hamısı sizə çatdıracağıq. Azərbaycanda bəzi şirkətlər var ki, hansı ki Azərbaycan vətəndaşları köməkli edirlər burada çalışsınlar. Təşəkkür edirik hər kəsə ki, köməkli edirlər. Qanuni, real qanuni işləyən şəkildə insanlar. Köməkli edirlər. Təbii ki, məsələn, onlar müəyyən bir məbləğ əsasında bunu edirlər. Öz zəhmət, xidmət haqlarını alırlar. İndi onların öz aralarında müqabiləli şəkildə olur hamısı. Yəni, aldanmaq nə ola bilər? Aldanmaq ola bilər ki, misal üçün sizə təklif edirlər ki, burada siz 3000-4000 evro maaş alacaqsınız. Elə bir şey yoxdur. Yəni Slovakiyada heç bir işə götürən şəxs sizə 3000-4000 evro maaş verməyəcək. Gözləməyin. Xeyr, gözləməyin belə bir maaş. Orta əmək haqqı deyə bilərəm sizə. Burada 1600 evro, o da bruttodur. O da sizin əlinizdə çatacaq 1300-1400 evro ola bilər maksimum. O da bir işdən olan gəlirdir.
Əlavə işləsə təbii ki, artıq ala bilərsiniz. Amma bir işdən sizə 3000, 4000 vəd verirlərsə, inanmayın, bu yalandır. Yəni sizi aldadırlar. Yaxşı. Elə onunla bağlı sualım da olacaqdı. Elə yaxşı bunu qeyd etdin. Demək, orta əmək haqqından biraz konkretləşdirib bəlkə danışaq Ramin. Orta əmək haqqı 2025-ci il üçün Slovakiyada 1600 evrodur. İndi plus minus var orada sentlər, amma orta əmək haqqı 1600 evrodur. Bu sənəddə müqavilədə göstəriləndir. Aha. İşçinin belə deyək də maaş kartına mı deyim, yəni təmiz satan maaş neçə olur? Vergin çıxandan sonra, sosial ödənişləri çıxandan sonra təmiz nə qədər yəni pul qalır? 1600 evro bunun brutosudur. Ümumiyyətlə Slovakiyada belə bir Net Slovakiyada, Avropada belə bir formada işləyir. Var brutto maaş, var netto maaş. Başqa bir sualımız, bu da maraqlı olan suallardan biridir. Bir insan üçün, bir şəxs üçün belə deyək də bir ortalama belə deyək də bir qiymət aylıq ərzaqı olan nə qədər vəsait bəs edir? Mən deyərdim ki, bir insan bu gün üçün deyək də, yəni bu gün bu ay üçün. Hal-hazırda ki, yəni 2025-ci il üçün 200-250 evro pulunu bəs edir. Yəni bu adam təbii ki, içki, siqaret, yəni siqaret ərzaq deyil, amma 200-250 evro pulunu bəs edir. Yəni çörəyi, südü, yağı, yəni nə lazımdır bu qidalanması üçün, yəni artıqlanmasına hətta yəni kifayət edir. Bilirsən nə deyirəm, bəzən bura insanlar gəlir, gündə bir baş, iki baş siqaret çəkir. Burada siqaret tələbatı da artır, bəli. 6-7 avrodur, mən bildiyimə görə. Bəli, bahadır. Yəni artıq bəli, onun da üstünə gələrsə, yəni indi 6-7 avronu aya vuranda o da gəlir çıxır 200. 250, 300, maksimum 400 bu sırf ərzaq olan bir yəni. Bəli, sırf ərzaqlara aiddir, bəli. Belə deyək də, indi rəsmi işləyirsən, hər hansı fabrikdə, zavodda və digər bir iş yerində, belə deyək də, Azərbaycanın əlavə işləmək istəyir. Part-time işlərdən hansılar ola bilər və hansı saatlar belə deyək də olur, təxmini neçə saat işləsə, belə də normal bir minimum bir saat, bir də nə qədər təxmini qazanc əldə edə bilər? Burada deməli əlavə olaraq, yəni part-time işləri, kuryer işləridir və taksi işləridir. Deməli, əgər bu rəsmi şəkildə 8 saat işləyirsə, əlavə olaraq yəni 16 saat bunun boş vaxtı var. İndi 16 saatını təbii ki, bu 7-8 saatını istirahətinə sərf eləsə, 7-8 saatı da yəni əlavə olaraq part-time-də işləyə bilər. Yəni part-time-də əlavə işləsə, hardasa yəni 8 saat işləsə və 6 bazarda bütün günü işləsə, aylıq hardasa 1500-1600 evro əlavə qazana bilər. Stabil, belə cəriməsiz, yəni normal bəli, qazanc ola bilər. Suallardan ən çoxu isə Azərbaycan sürücülük vəsiqəsi ilə burada gəlib maşın sürmək olurmu? Bizim sürücülük vəsiqəsi də beynəlxalq dərəcəli tanınan vəsiqədir və onu hansı müddətdən sonra belə deyək də Slovakiya sürücülük vəsiqəsini dəyişmək olur və ondan sonra maşını almaq və belə deyək də nə kimi faydası olur Slovakiyanın sürücülük vəsiqəsindən? Ümumiyyətlə burada sürücü vəsiqəsi olan bir azərbaycanlı həmin Azərbaycan sürücü vəsiqəsindən istifadə edə, bəli, burada maşın sürə bilər. Onun heç bir problemi yoxdur. Sadəcə oturum alandan sonra, yəni burada legallaşıb oturum alandan sonra Azərbaycan sürücü vəsiqəsinin qüvvədə olması burada 6 aydır. Yəni 6 ay müddətində sürə bilər. 6 aydan sonra artıq o müraciət edib Slovakiyanın, yəni yerli Slovakiyanın sürücü vəsiqəsini ala bilər. Bununla bağlı suallarınız varsa, yenə də yəni mənim Instagram səhifəmə yaza bilərsiniz. Mən sizə ətraflı məlumat verə bilərəm. Maşını almağa gəlincə, əgər siz artıq legallaşıb oturum almısınızsa, siz burada maşını alıb öz adınıza keçirə bilərsiniz. Yəni oturum olmasa siz öz adınıza maşın keçirə bilməzsiniz. Ramin, bir də maşının bağlı maşın sığortası burada fərqlidir mən bildiyimə görə. 3 ay, 5 aylıq var, 1 aylıq sığortalar var. Bununla bağlı Bəli. Burada bir çox sığorta şirkətləri var və hər bir sığorta şirkəti ilə sən müqavilə bağlayırsan. Bu 3 ayda ola bilər, 6 ay ola bilər, 1 illik də ola bilər. Kasko şirkət sığortası var. Yəni Azərbaycandan elə də fərqli deyil. Yəni təxmini eyni bir sığortadır. Bir də burada bank hesabı açmaq, bank kartı və hansı banklarda bunu etmək olur? Bank kartı və hesab açmaq üçün sizin burada ya iş yerindən arayışınız lazımdır, yəni müqaviləniz olmalıdır
və ola bilsin ki, sizə eyni zamanda ya oturuma müraciət vərəğiniz olmalıdır, onu miqrasiya polisinə alırsınız və yaxud ki, oturumun özü olmalıdır. Bəzi hallarda bir də görürsən ki, Azərbaycanda sizin qeydiyyat ünvan sənədini də istəyirlər. Amma bu hər bir bankda istəmirlər, hər bankın öz tələbləri olur. Banklar burada çoxdur. Ən məşhurları Slovakiyanın Slovenska Sporitelnadır, hansısa ki, müraciət edə bilərsiniz və digər ölkələrin bankları. Tatra Bank var, bəli, Tatra Bank var, ÇSOB var, 365 var. Hub Bank var. Sonra bəli, Hub Bank var. Yəni belə, yəni banklar çoxdur. Azərbaycanı artıq ki, burada işləyir, deyək ki, oturumunu alıbdır, hər hansı bir müəyyən bir müddət kəsi maaşını alıb və Azərbaycana pul göndərmək istəyir. Bildiyim də burada birbaşa bank kartına Azərbaycana pul göndərmək olmur. Burada fərqli sistem, burada transfer şirkətlərlə olmalıdır bu vasitə. Bu haqqda da zəhmət olmasa bir qısa da olsa. Misal üçün, insan gəlibdir burada, Azərbaycan vətəndaşı gəlibdir burada, kartı var, oturumu var və Azərbaycana pul yollamaq istəyir, bank hesabına və karta pul yollamaq istəyir. Burada birbaşa olmur, vasitəçi şirkətlər ki var, aplikasiyalar var. Misal üçün, Zaltay Koronadır, Paysenddir, GoTransferdir. Yəni bunların köməyi ilə bəli pul yollaya bilər. Yəni ən kiçik faiz müqabilində bunlar pul yollaya bilirlər. Yəni onlarda qeydiyyatdan keçirik, onlar pul göndəririk. Azərbaycan kartı yəni qeyd olunur. Belə də misal üçün gündəlik, aylıq olaraq oradan müəyyən bir ödəniş tutulur və belə deyək də o kursa görə Azərbaycana bəli. Yəni ən rahat, bəli, yəni çox qısa bir müddətə çatır, saniyələr çəkir. Yəni ən sərfəlisi, ən uyğunu odur. Və yaxud da buranın poçt sistemi var, Slovenski poçta, oranla da göndərmək olur. Poçt sistemi ilə bəli, Western Unionla da yollamaq olar, amma onun bəli xidmət haqqısı biraz yüksək olduğu üçün çox az bir insan ora müraciət edirlər. Ora müraciət edən şəxslər əsasən oturumu hələ ki almayan insanlardır. Çünki bilirsiniz də bəli, insan ola bilsin rəsmi işləyir, amma ola bilsin onun 3 ay ərzində hələ ki oturumu çıxmayıb. Bu insan yəni əlavə sənəd istənə bilər bəli, məsələn. ya yaxınlarından, tanışlarından, dostlarından burada müraciət edib onun kartı ilə bəli yollaya bilər və yaxud ki o yoxdursa məcbur şəkildə Western Union-a post vasitəsilə yollaya bilərlər. Sonra Ramin, burada mobil operatorlar necədir? Nömrə almaq, Azərbaycanı bura gəldi, nömrə almaq istəyir və ilkin olaraq gəlibdir, viza ilə gəlibdir, nömrə almaq istəyir. Azərbaycan belə deyək də xarici pasportla ala bilirmi və zəhmət olmasa haqqında adlarını deyərsən. Aha. Burada Slovakiyada ən çox tanınan deməli mobil operatorlar var ki, o da biri Radosdur. Ondan sonra 4K-dır və digərləri. O2-dir. Bəli, O2 və digərləri. Burada nömrə almaq üçün sadəcə xarici pasport, yəni ümumi vətəndaş pasportu kifayət edir. Yəni onun əsasında bəli siz nömrə ala bilərsiniz. Tək gələn şəxs üçün şirkət, yəni agentura dediyimiz özünün belə müqavilələri olduğu yataqxanalar olur burada. Yəni Ubitovna gedir də o. Orada aylıq nə qədər məsələn, hansı məbləğdən başlayır? O haqqda da zəhmət olmasa deyəsən. Aha, bu çox vacib bir məqamdır. Nəyə görə? Çünki gələn əcnəbilər burada təbii ki qalmaq yeri olmalıdır. Yəni o miqrasiya zaten o həmin yer göstərir. Bəli, o mütləq şəkildə bu qeydiyyat yeri olmalıdır. Sadəcə qaldığı yerlər burada Slovakiyada, yəni icarə haqqları, ondan sonra yataqxanaların qiyməti çox yuxarıdır. Yəni bundan təkcə yəni əcnəbilər narazılıq etmir, hətta Slovak milləti bəli narazılıq edir. Bu son 1-2 il ərzində məncə daha çox artdı da Ramin. Bəli, son bu 1-2 il ərzində artıbdı. Yəni çox bahadır. Yəni ortalama deyərdim sizə 300 evrodan başlayır. Ortalama 300 evrodan başlayır. Ucuz da ola bilər. 250-yə, 200-ə də ola bilər, amma ortalama şəraitindən məncə ərazisindən asılı. Bəli, ərazisindən və şəraitindən bəli fərqlidir, amma ortalama yəni 300 evrodan başlayır. Bu da çox bahadır. Bir çox əcnəbilər buna görə bəli narazılıqlarını bildirirlər. Və yaxud da ki belə bir şey olur. Digər Azərbaycanlılar 2 nəfər, 3 nəfər birləşib bir kiraya tuturlar. O da bir müddət oturum alandan sonra başqa bir də kiraya tapırlar. Elə amma yenə də orada depozit ucu var. Bu haqqda da danışmışıq. Yəni və Ramin, bugünkü çəkimimizin ən sonuncu sualını sənə
verim, belə deyək. Burada ictimai nəqliyyat, aylıq necədir və yaxud da bir dəfəlik gedişlər necədir və zəhmət olmasa sonda taksi gediş haqqında da zəhmət olmasa məlumat verəsən. İctimai nəqliyyat sistemi burada çox gözəldir. Burada avtobuslar, tramvaylar, elektriçkalar işləyir. Bir də taksilərdir. Yəni burada metro yoxdur. Burada qiymətlər baha deməzdim, orta. Yəni maaşa görə ortadır və onun sistemini sizə izah etmək istəyirəm. Burada sistem belədir. Siz əvvəlcədən, yəni misal üçün tramvayda, avtobusda, yəni ictimai nəqliyyat sistemindən istifadə etmək istəyirsinizsə, siz əvvəlcə bilet alırsınız. Biletlərin minimum qiyməti başlayır 1 evro 20 sentdən başlayır. Onu siz aplikasiya vasitəsilə ödəyə bilərsiniz və yaxud nağd şəklində də ödəyə bilərsiniz. Fiziki kağız ala bilirsiniz. Bəli, alırsınız. O kağızı alandan sonra siz mütləq şəkildə onu avtobus və metroda onu siz təsdiqləməlisiniz və təsdiqlədiyiniz müddətdən artıq o aktivləşir. Və 30 dəqiqəli almısınızsa 30 dəqiqə müddətində istifadə edə bilərsiniz. Bir günlük almısınızsa 1 günlük, 24 saatlıq almısınızsa 24 saat müddətində. Bir də taksilərdən danışım. Taksinin də qiyməti elə də baha deyil. Yəni 1 kilometrlik məsafə hardasa 3 evro yarım civarında dəyişə bilir. Və dostlar, bugünkü çəkimimizin sonuna gəldik. Kanalımıza abunə olun, bəyənin. Düşünürük ki, Slovakiya ilə bağlı əsas sualları cavablandırdıq və dediyim kimi Raminin Instagram səhifəsinə takip atın. Yenə suallarınız yansa Raminə müraciət edə bilərsiniz. Ramin burada Azərbaycanlıları, burada yaşayan Azərbaycan bir çox sənətləşmə işlərində köməklik göstəribdir və mənə xoşdur ki, Azərbaycanlı belə deyək də öz Azərbaycanlılarımıza burada müəyyən sənət işlərində köməklik göstərilir və özü belə deyək tanıyıram. Şəxsən öz adıma deyirəm, çox gözəl, dürüst insandır. Artıq 2 ilə yaxındır mən Ramini tanıyıram. Özü əlavə belə deyək də pedaqoqdur. Maşallah Ramin çox işlərlə məşğulsan yəni. Ramin üçün ayrıca bir videomuz olacaqdır. Sonunda yenə də kanalımıza abunə olun, bəyənin. Ramin, buyur. Çox sağ olun Seymur bəy ki, belə təşəbbüs yaratdınız, ki, gəldi, iştirak elədik. Ümid edirəm ki, bizim bu çəkdiyimiz video bizim həmvətənlər üçün axtardığı suallara cavab olacaqdır. Çox sağ olun, özünüzə yaxşı baxın. Instagram səhifəmə abunə olmağı unutmayın. Suallarınız varsa yazın. Bizim kanala abunə olsunlar Ramin. Bəli, mütləq şəkildə abunə olsunlar. Çünki mən burada Slovakiyada, yəni ilk tanıdığım blogerdir ki, videolar paylaşır və bizim həmvətənlərə fayda olur. Təşəkkür edirəm Ramin. Burada isə sonda isə sağollaşaq. Sağ olun. Sağ olun.